Hamınız bildiyiniz kimi, bugün mübarək Ramazan ayının axırıncı cüməsi və Quds günüdür. Quds günü 1982-ci ildə İslam dünyasının lideri və Əmir-əl-Müminin Əli ibn Əbi Talibin Burumənd oğlu İmam Xomeyni tərəfindən Fələstin xalqı zülmə məruz qalan bir dənə millətin yardımı üçün çağrılan bir nida, səslənən bir çağırışdır. İmam Xomeyni Həzrətləri bütün dünya müsəlmanlarına bunu elan elədi ki, Ramazanuz, oruclaruz, ibadətləruz fəqət bir dənə daxili dünyamızın mənəvi ibadəti olaraq daxilizdə bitməməlidir. Necə İslamın ən möhtəşəm mərasimi ki, həcc əməlidir, Allah evinin ziyarətidir və bu ziyarət bəraət əz müşrikinlə bitməlidir. Bu ziyarətin kamilliyi bundadır ki, insanlar o ibadətlərindən sonra gələlər, öz mövqeylərin Allahla ehram bağlayıb, beyət eləyən adam Allah fikrində iblağ eləyib, öz siyasi mövqeyin ortalığa qoymalıdır. Küfrün, ilhadın, şirkin, zülmün əleyhinə mövqeyin bəlləndirməlidir. Həccüzün əməli bununla bitməlidir və kəmala çatmalıdır. Eləcə də sizin orucuz fəqət bir fərdin özü ilə, mədəsi ilə, aclıq qoruması ilə və bir ayı bu cür başa verilməsi ilə bitməməlidir. Sizin Ramazanınız dininizin əsasında bir dənə ictimai əmridir. Allah Quran-ı Kərimdə oruc əmrin verəndə bir baş insana müraciət edib oruç tut demədi. Bir baş insanlara müraciət edib möminlərdən hər biri oruç tutsun demədi. Allah dedi kutibə aleykumus-siyam. Sizə cəm olaraq, bir ümmət olaraq, bir millət olaraq oruç tutmaqlıq istədi. Və axırında da bəyan elədi ləalləkum təttəqun. Ümid var ki, sizin cümlöz Allahdan qorxan ola. Demədi fəqət Allah sevən ola. Allah sevənlə Allahdan qorxanın bir dənə ündə fərqi var. Ola bilər Allahın sevgisi adamda ola, amma gedə bir dənə cuşədə otura, elə bu sevginin həzzin yaşaya. Amma qorxu fərqlidir. Allahdan qorxanlar həm Allahı sevirlər, sevgisi də içində var, həm sevə-sevə Allahdan qorxurlar. Harda qorxu var, orada məsuliyyət var. Adam nədən qorxmalıdır? Adam ondan qorxmalıdır ki, bir şey mənim boynumda vəzifə olar və mən o vəzifəni yerinə yetirmərəm. Birdən mənə vacib olan bir əmrdən yan keçmiş olam. Buna görə cavabdehlik daşıyan, buna görə məsuliyyətim ola. Buna görədir ki, adam Allahdan qorxur. Mütəal Allah Quran-ı Kərimdə dedi, əgər siz cümlə olaraq, ümmət olaraq oruç tutasınız, ola bilsin siz Allahdan qorxan olasınız. Ola bilsin siz məsuliyyətli bir insan olasınız. Bizim oruçlarımız bizim bir dənə fərdin daxili aclığı ilə bitmir. O insanın özündən xaricə paylaşımla iki növ sirayət edir. Biri siyasi sirayətdir, biri iqtisadi sirayətdir. İqtisadi sirayəti bundan ibarətdir. Əgər oruca bir gün fərd olaraq daxil olduq, bir gün cəm olaraq daxil olduq, orucdan xaric olmağımızda Allah bizə əmr eləyir, fitrə ver. Ondan Ramazanı özüə bayram elə. Və bu fitrə verməkliyindən sən ibadətü fərddən cəmə, fərddən kütliyə, fərddən cəmiyyətə bir dənə yardımla, bir dənə iqtisadi paylaşımla bitirirsən. Eləcə də Ramazanın axırıncı cüməsində Quds günü ilə insanlar, müsəlmanlar bir dənə siyasi paylaşımla Ramazanı yola salmaq istəyirlər. O siyasi paylaşım bundan ibarətdir. Bizim inancımız budur, əgər bir dənə müsəlman yer kürəsində olan müsəlmanların dərdinə, qəminə, çətinliklərinə, maddi böhranlarına
böhranlarına, siyasi böhranlarına, ərazilərinin dağıdılmasına, ərazilərinin işğal olmasına, əhalilərinin əsarətdə, sürgündə olmasına və müsəlman cəmiyyətinin sıxıntılarına əgər qəmlənmirsə və bu qəmlənməyin nəticəsində əməli olaraq bir addım atmırsa, mən əsbəhə və lam yaxtəmmə bi umuril muslim fəleysə bi muslim. İmam-ı Sadiq ağa buyurdu. Hər kəs sübh edə və müsəlmanların qəminə, qüssəsinə, böhranına qəmlənməyə və əməli bir addım atmaya belə bir adam müsəlmandır. İmam Xomeyni dininin, məzhəbinin, xəttinin, qolun şüarına bütün müsəlmanları Ramazanın axırı cüməsində səs verməyə çağırdı. İmam Xomeyni əmrində bildirdi ki, Fələstin, Quds məsələsinə biganə qalmıyız. İslam torpağı müsəlman coğrafiyası, müsəlman xalqının namusudur. Zülm altında qalan insanlara yardım etmək müsəlman cəmiyyətinin etiqadı, kimliyidir. 66 ildir güllə sədası altında yuxudan oyanan xalq, güllə sədası altında dağıntılar halında yaşamaqdadır. 66 il bir insan ömründən ya çoxdur, ya bərabərdir. Bugün əgər Qudsun ünvanında insanlara çağırış eləmək İmam Xomeyni 82-ci ildə səsləndirsə, bu sadəcə bir dənə ərazidir. Quds məsələsinə etiraz, işğalçı siyasətə etiraz deməkdir. Müsəlmanın müsəlmanla bircə olub bütün dünyada müsəlmanların başına gələnlərə, ərazilərinə olan təcavüzlərinə, haqlarına, şəxsiyyətlərinə olan təcavüzə qarşı qiyamdır. Və müsəlmanlar bundan qəflət eləməməlidir. Xudaya, bizim qüdrətimiz, gücümüz buna çatar ki, Xudaya, biz bu etiqadı daşımalıyıq ki, heç vaxt biz zalimin yanında olmayacaq. Daima zalimin önündə olacaq. Məzlum xalqlarla uzaqdan da olsa paylaşacaq. Dərdlərində şərik olacaq. Xudaya, bugün oruc ağızlarımızla səndən istəyirik, Xudaya, tezliklə müsəlmanların tapdaq altında olan ərazilərini azad elə. Xudaya, müsəlmanlara ərazilərin qurtarmaq üçün himmət inayət elə. Xudaya, müsəlmanları bu susqunluqlardan azad elə. Xudaya, sən and veririk əzəmət və izzət və Xudaya, bütün qəsbkarlar, bütün İslam torpaqlarının, İslam ərazilərini qəsb eləyənlər, ermənilər, sehyonistlər məhv nabud eləməklə İslam ərazilərinin İslam coğrafiyasına qaytar yine.